Firəngiz Rüstəmovanın rəhbərlik etdiyi Ailə Medikal Tibb Mərkəzinin və Sleep Baby bezlərinin sponsorluğu ilə Tanıyın, tanıdın bizi proqramı başlayır. Axşamınız xeyir olsun, dəyərli Kanal S izləyiciləri. Doğma kanalımızın doğma izləyiciləri, hər birinizi salamlayırıq və tanıyın bizi 4 istedad yarışmasının ikinci həftəsindəyik. Bu həftədə özəl qonaqlarımız var və iştirakçılarımızın maraqlı çıxışları olacaq. Fiziki məhdudiyyətli uşaqların bugün kimlər sevindirəcək, birazdan açıqlayacaq Nahid. Sürpriz qonağımız var və istəyərdim ki, bugünkü ekspertlərimizi salamlayam. İşinin peşəkarı olan psixoloqumuz, psixoloq, fizioterapevt Dürdənə xanım Musayeva bizimlədir. Xoş gördük. Ekran qarşısında əyləşən tamaşaçılarımızı salamlayıram. Ramazan ayınız mübarək olsun. İnşallah ümid eləyirəm ki, möhtəşəm bir verilişimiz olacaq Allahın izni ilə. İnşallah. Təşəkkür edirik və bizim dəyərli şairimiz, şair, publisist Pəri xanım Rəngbəli. Xoş görürük Pəri xanım. Xoş gördük hər birinizi. Əvvəla salamlayıram. Axşamınız xeyir olsun. Bütün iştirakçıları salamlayıram. Bu körpə balaları da salamlayıram. Hər birinə uğurlar arzu edirəm. Ümidvaram ki, bugünkü verilişimiz çox qəşəng, möhtəşəm alınacaq. İndi qalib seçiləcək də yəqin ki, özünü göstərəcək inşallah. İnşallah. Təşəkkür edirəm və bugünün özəl qonağı, ölkənin əsas ulduzlarından biri olan, sevilən ulduz, Dövlət Sərhəd Xidmətinin kapitanı, Azərbaycanın sevimli müğənnisi Elnarə Xəlilova və onun El Yaradıcılıq Mərkəzinin üzvləri Piri Şahbaz və Vüqar Kamiloğlu. Alqışlarla qarşılayaq. Xoş gördük Elnarə xanım. Necəsiniz? Salam, xoş gördük. Axşamınız xeyir, necəsiniz? Yaxşı olasınız. Vüqar, Şahbaz. Axşamınız xeyir. Necəsiniz? Şükür, həmişə sizlə necə olmalıyıq? İndi uşaqlar da gələcək, lap yaxşı olacaq. Maşallah, hər zaman olduğu kimi sizin El Yaradıcılıq Mərkəzi Gəlmədi Zar mərkəzimizə, hələ də gözləyirik. Mütləq gələcək. Yolunuzu hələ də Və gözləyirik. tək gəlməyəcək. Bizim sizin fanatınız olan uşaqlarımız var burada. Birazdan hamısını Gözümüz üstə yeriniz var. Sürprizimiz var sizə, Elnarə Yığışın, xanım. gelin, keçirin, Bəli. gəlin hamınız. Təşəkkür edirəm və bu məqamda istəyərdim ki, Elnarə Xəlilovadan Novruz abu-havalı bir ifamız səslənsin və efirimizə, proqramımıza biraz da rəng qataq. Oynamağımız gəlsə oynayarsınız. Salamladık bülbülü, açıldı Novruz gülü. Salamladık bülbülü, açıldı Novruz gülü. Balda kumrular ötdü, nərgiz bənövşə bitdi. Balda kumrular ötdü, nərgiz bənövşə bitdi. Gəl
Təşəkkür edirik. Minnətdarıq. Çox sağ olun. Proqramımıza biraz da rəng qatdınız Elnarə xanım və fürsətdən istifadə edib bütün Azərbaycan xalqını qarşıdan gələn Beynəlxalq 8 Mart münasibəti ilə səmimi qəlbdən təbrik edirik. Və bilirsiniz ki, qarşıdan bahar bayramımız gəlir, Novruzumuz gəlir və Elnarə xanım da bu günləri Novruz mahnısını ifa etdi. Baharın gəlişini birgə qarşılayacaq inşallah və bugün Elnarə xanımı bir sürpriz gözləyir. Bəlkə dəvət edək, Nahid. Tanıyın, tanıdın bizi. Bir istedad yarışmasının qalibi Məryəm Şıxəlizadə bizimlədir. Məryəm eşitdi ki, bugün Elnarə xanım qonağımızdır. Bilirsiniz də Elnarə xanım, siz ona zamanında dəstək olmuşsunuz, onun konsertində də. Bir yerdə tədbirdə də iştirak eləmişik, yadımda. Və sizin kukla mahnınızı ifa edib. Və bugün ona görə gəlib. Sizin bir nömrəli fanatınızdır. Sən. Gəl görüş, yaxınlaş görüş. Necə sevir sizi? Və həmin mahnı hazırdırsa Elnarə xanım dəvət edək səhnəyə və mahnı səslənsin. Orxan. Kukla mahnısı. Mahnı səslənsin. Ağıllı kuklam mənim, gəl əlifba oxuyaq, sən şagird ol mən müəllim. Bir də görüm ay gözəl kukla, yoxsa səninlə danışmaram yoxsa səninlə danışmaram Atam almış mənim üçün rəngli qələm və dəftər, kitabımda var budur gözəl şəkillər. Ağzını aç sən, gözləyirəm mən, nə tənbəl qızsan, niyə demirsən, nə tənbəl qızsan, niyə demirsən? Oxumağı, yazmağı öyrənmişəm bacımdan. Dərsə gedəndə mən 5 alacağam hər zaman. Asan bir hərfi sən bilmirsən ki, incimə kukla alırsan 2. İncimə kukla alırsan 2. Bax, kim dərsini bilməsə alacaq 2. Təşəkkür edirik. Tanıyın, tanıdın bizi. Bir istedad yarışmasının qalibi Down sindromlu Günəş övladımız Məryəm Şıxəlizadə və bilirsiniz ki, Məryəmin konserti baş tutmuşdu Nizami Kino Mərkəzinin böyük salonunda və Elnarə xanım nəinki konsertdə bizim Məryəm iştirak etdiyi yarışmada dəfələrlə iştirak edib və ona dəstək oldu. Və Nahid, söz səndədir. Biz digər iştirakçılarımızla yaxından tanış olaq. Salam, hər vaxtınız xeyir olsun. Ekran başında olan tamaşaçılarımızı, studiyadakı qonaqlarımızı, dəyərli sənətkarımız və tələbələrini və dəyərli ekspertlərimizi salamlayıram. Və ilk iştirakçılarımıza keçid almaq istəyirəm. SMS kodları 1 olan keçən həftənin qalibi Murad və Fatiməni salamlayırıq və qarşılayaq. Elnarə xanım, bilirsiniz ki, sizin Məhəbbət payı mahnınızı hazırlamışdılar, rəqs qurmuşdular. Bugün də sizlə bərabər bir səhnəni paylaşmaq istəyirlər. Biz də təbii ki, düşündük ki, siz də yox deməzsiniz, çünki hər zaman bilirəm ki, o uşaqların yanındasınız. Xoş gördük uşaqlar sizi. Buyur Murad. Can, mikrofona. Mən heç vaxt yox deyə bilmərəm. Mənə çox xoşdur. Təşəkkür edirəm. Reklamlardan sonra ifaları səslənəcək. Neçə dəqiqəmiz qalıb? Yox, mahnıya vaxt çatırmı Orxan? Hə. Buyurun, tamaşaçılardan müraciətinizi edin. Hər kəs salamlayıram, Rəvan əmi, Nahid əmi, sizi də salamlayıram, xoş gəlmisiniz. Dəyərli ekspertlərimizi salamlayıram, Məryəş də salamlayıram. Bugün yenə Elnarə xanımla rəqs edəcəyik. Yəni, keçən səfər, yəni Number One Production təşkilatı ilə olan yarışmada biraz həyəcanlıyam, üzr sayın.
Yəni neçə vaxtdan sonra. Heyecanlanma. Sevincindən Hər yəqin. kəsdən səs gözləyirəm. İnşallah bacımla buradan yəni birinciliklə çıxarıq. Və təkrar qatılıb Murad Fatimə yarışmaya. Buyur, bacın da danışsın. Fatimə, sən də müraciətini elə salamla. Mən hər kəsi salamlayıram və hər kəsdən səs istəyirəm. Təşəkkür edirik və Elnarə xanım, maşallah olsun El Yaradıcılıq Mərkəzi ilə yaradırsınız və günü-gündən maşallah olsun tələbələrinizin klipləri, ifaları, sayı da artır, keyfiyyəti də yüksəlir təbii ki. İnkişaf nə zaman olur, nə vaxt ki rəqabət yüksək olanda və biz də buna nail oluruq, çox şükür. Çox şükür. Reklamlara bağlanırıq, reklamlardan dərhal sonra qaldığımız yerdən davam edəcəyik. Firəngiz Rüstəmovanın rəhbərlik etdiyi Ailə Medikal Tibb Mərkəzinin və Sleep Baby bezlərinin sponsorluğu ilə Tanıyın, Tanıdın bizi proqramı reklamlardan sonra davam edəcək. İfamız səslənsin Murad və Fatimə. Elnarə xanımın ifasında Məhəbbət payı. Düşəndə yadıma sənli günlərim, sinəmdə həsrətdən ocaq qalanır, başlanır dumanlı çənli günlərim, ömrümə qəmli bir ömür calanır, xəyalım dolanır başımda mənim, səni harda gəzim, harda arayım, bu sevib sevilən yaşımda mənim, Tanrıdan budurmu məhəbbət payı, xəyalım dolanır başımda mənim, səni harda gəzim, harda arayım, bu sevib sevilən yaşımda mənim, Tanrıdan budurmu məhəbbət payı. Getdin gözlərindən qəmli baxışlar, mənimlə danışıb gülməyəcəksən, bəlkə gələcəksən yağan yağışlar, bəlkə də heç zaman gəlməyəcəksən, xəyalım dolanır başımda mənim, səni harda gəzim, harda arayım, bu sevib sevilən yaşımda mənim, Tanrıdan budurmu məhəbbət payım, xəyalım dolanır başımda mənim, səni harda gəzim, harda arayım, bu sevib
Elnarə Xəlilova və Murad Fatimə bacı qardaşları. Təşəkkür edirik Elnarə xanım və bu mahnı baxın görün neçənci ildə yazılıb, ərsəyə gəlib, amma illər keçsə də hələ də sevilir və ən əsası bizim Fatimə qızımızın ən çox sevdiyi mahnılarınızdan biridir və israrla hər gün dinləyir. Murad, Fatiməyə də ver mikrofonu, bayaq danışmadı Fatimə. Necəsən Fatimə? Yaxşıyam. Mən hər kəsdən səs istəyirəm. Can, gələn həftə ad günüdür Fatimənin. 17. İnşallah Fatimə, ən böyük arzularımızdan biri odur ki, sən tezliklə ayağa qalxasan və müalicələri gedir. Həkimlər deyir ki, ayağa qalxma ehtimalı böyükdür Fatiməmizin və hətta artıq ifa etməyə də keçib. Elnarə xanım, mahnıları da var artıq, mahnı oxuyur da. Bəli. Oxuyacaq bugün bizə qulaq asın. Bugün yox, vaxt qalsa oxuyar. Oxuyaram mən. Bax, Elnarə xanımı da gördün. Sevinirsən Fatimə? Hə. Çox gözəl plastikaları var hər ikisinin. Yəni mən o rəqsi kənardan izlədim. Olduqca tamamlayır bir-birini. Yəni heç elətdirmirlər heç biri. Yəni o qədər rahat, yəni qardaşıq da onun rəqsi çox mükəmməldir. Rəqsə gedir deyəsə, yox. Başqa sahədə, tamamilə başqa sahədə. sahədə. Halaldır. Yəni o qədər plastikası və ya biri ilə danışır o rəqs eləyəndə. Biri nə gözəl plastikası var. Yəni mütləq sən rəqsə mütləq gedinə, davam elə onu. Çünki plastika doğrudan da gözəldir. Qaməti, ümumiyyətlə rəqsi, eyni zamanda xanımın da çox gözəl tamamlayırlar bir-birini. İnşallah hətta dünyaya çıxa bilərlər bu rəqslə, mən düşünürəm. İnşallah və qeyd edim ki, onların Respublikamızın Azərbaycan və Özbəkistan xalq ərsi Gülənaq Məmmədovanı salamlayırıq, alqışlayaq onu. Gülənaq xanım bu uşaqlara dəstək olmuşdu Titanik mahnısı ilə. Bunların ilk çıxışları olmuşdu, hansı ki Murad və Fatiməni bir çox insanlara... Xalqa sevdirən ifa oldu bizə. Bəli, düşərli oldu, sevdirdi onları xalqa. İnşallah bu cür uğurlarımız davamlı olsun. Elnarə xanım, fikirlərinizi onların çıxışı ilə bağlı? Mən yalnız uğurlar arzu edə bilərəm, yaradıcılıq uğurları arzu edə bilərəm. Bir halda ki, burada artıq yaradıcılıqdan danışırıq ki, Fatimə mahnı ifa edir, qardaşı da gözəl rəqs edir. Mən bundan sonra onlara artıq az qala həmkarım kimi baxmağa başlayacağım və bolluca yaradıcılıq uğurları arzulayıram hər ikisinə. Niyə də yox? Mən belə bir ağlımın ucundan belə bir fikir keçdi. Ola bilərmi gələcəkdə inşallah ki, onlar da sizin yaradıcılıq mərkəzinizin bir üzvü olsunlar? Niyə ola bilməz? Bir ilk olar məncə. Mən bizim bu layihəyə gəldim gələli, mən bunu dəfələrlə ekrandan da demişəm, şəxsən sizə də demişəm, hətta verilişdən sonra dəfələrlə olub ki, valideynlərlə qıraqda da, kulis arxasında da bu barədə söhbətlər eləmişik. Yəni, bir layihə də edə bilərik. El Yaradıcılıq Mərkəzi və Tanıyın bizi layihəsi birgə əməkdaşlıq, birgə bir layihə də edə bilərik. Bizim uşaqlarla sizin uşaqlara duet də edə bilərik. Yəni, çox gözəl olar. Bu əməkdaşlıqdır. Özdə mən bunu gör haçandı deyirəm ki, eləyək. O zaman biz zaten bu uşaqların konsertini təşkil etmişik. Novruz konserti 23 Marta təsadüf edir. Bəlkə elə həmin konsertdə bizim yaradıcılığımızın, layihələrimizin iştirakçıları olacaq. Bəlkə elə birləşdirək onları? Mən uşaqları deyə bilmərəm. Mən bildiyim qədərilə 23 Mart mən Bakıda olmayacağam. Bakıda olmayacaqsınız. Hə, bax siz deyirsiniz, tarix yadıma düşür mənim. O zaman inşallah növbəti aylarda danışarıq. Amma biz bunu bir uzun müddətdir ki, danışırıq. Buna öncədən hazırlaşmaq lazımdır. Bu, yəni həmən belə 5-10 günə... Çox maraqlı bir layihə olar. Həmən ərsəyə gələn bir şey deyil. Bunu həqiqətən də ciddi hazırlaşmaq lazımdır. Duetlərin təşkili çox maraqlı olar. Onu mən gərək oturum uşaqlara bir qulaq asım. Baxım, görüm kimin qabında nə var, kimlə nə, kimi, necə deyərlər, üzgün formada calaq eləyə bilərik ki, yəni uğurlu alınsın layihəmiz. Baxsınlar, hamı desinlər ki, wow, bu nə idi bunu? Belə də eləmək olardı, yəni. Orada Elnarə Xəlilova möhrü imzası olacaqsa, təbii ki, o wow olacaq. Və buradan valideynlərə də səslənirəm. Övladlarınızın, belə deyim, əsl pedaqoqdur Elnarə xanım. İşinin peşəkarı olan bir xanımdır, pedaqoqdur. El Yaradıcılıq Mərkəzinin zaten üzvləri də göz qabağındadır. Günü-gündən işıqlanırlar, günü-gündən
maraqlı kliplərlə, ifalarla tamaşaçıların qarşısına çıxırlar. Siz də öz övladlarınızı El Yaradıcılıq Mərkəzinə yazdırın. Elə Murad, Fatimə sizə də aiddir. Yəni inanın ki, Bu uşaqların ümumiyyətlə rəqsini kimsə qurur. Çünki bayaq özləri, valideyn özləri, Şəbnəm xanımı salamlayırıq, onların anaları. İlk başda olanda Elvan müəllimi də buradan salamlayıram. Hə, müəllimləri olur. Müəllimləri var. Müəllimlər. Çünki zövqlü musiqilər seçilir. Məhz Elnarə xanımın repertuarını seçiblər. Musiqiləri özləri seçir. Özləri Çox seçirlər. zövqlüdür uşaqlar demək ki. Bizim bu dəqiqə burada olmağımızda, yəni Böyük bir əməyi var. Bəli, böyük bir əməyi var da. Amma Məryəm qızımızın müəllimi anası Tutu xanımdır. Başqa müəllimi yoxdur Tutu xanım. Var? O yeni başlayıb. Amma ondan Ananız əvvəl musiqiçidir, onu da belə başa düşürəm, hə? Rəqs müəllimi də ananız. Rəqs müəllimi də ananız. Sadəcə qrup rəqsi. sadəcə rəqs. Nə gözəl quruluş. İdeyalar ondan çıxırdı. Yəni mahnıda da yəni birləşib yəni eləmişik də. Çox maraqlıdır ya, yəni. Amma Elman müəllim yadımdadır mənim. Elman müəllim Bəli, layihəmizdə gəlirdi, layihələrimizdən iştirak birində edirdi. yadımdadır, gəlmişdi uşaqlara, yəni rəqs müəllimi kimi, xoreoqraf kimi o iştirak edirdi, yadımdadır. Siz də buyurun, Şahbaz bəy. Gözəl idi. Şahbəz bəy, buyurun. Tam Üzr istəyirəm, tərtibində Piri bəy. yalnız bayaq onu rəqsi. Möhtəşəm idi. Çox bəyəndim, çox təsirləndim. Uğurlarınız bol olsun. Heyranlıqla izləyirdiniz. Bəli, bəli. Tüklərimiz biz oldu. Tüklər biz olur həmən. Uğurlar arzu. Sonra özümüzü ələ alırıq. Axı biz sənət adamları hamımız çox həssas oluruq. Yəni biz Bəli. o bizim öz frekansımız var da, öz tezliyimiz var. O öz dalğamız var ki, biz orada bir-birimizi tapırıq və həqiqətən də o leveldə biz bir-birimizi hiss edirik çox həssas formada özdə. Ona görə onu biz özümüzdən keçirtməyə bilmərik və mütləq şəkildə orada tükləri biz durur. O gün Nahidlə öz-özümüzə danışırıq. Deyirəm, Elnarə xanımın tələbələrinə lap paxıllığım gəldi. Deyirdim, Elnarə xanım canını qoyur. Yəni sən də ol da bizlərdən biri. Elə onu danışırdıq. Özün görəcəksən ki, yəni su girdi qaba, o oldu içməli. Bəli. Hamı bir-birinə o qədər dəstəkdir. Görürəm, bəli. Yəni iş bölgüsü elə aparılır ki, heç kəsdən heç nəyini əsirgəmir də. Yəni nə malını, nə maddi, nə mənəvi, kim necə bacarırsa, kimin əlinə nə gəlirsə o formada dəstək olur. Yeni gələn üzvlərimizə də deyirəm kim nə bacarır tikmək, nə bilim, nə bacarırsınız ki, yəni bir özünüzə kömək eləyin də bu formada. Nahidə deyirəm ki, qoy birinci mən gedim, sonra mən də səni dartım. Yəni heç ki qatlı qorxusu yoxdur. Qoşa gəlin. Siz də gəlin, uşaqlar da gəlsin. Mən hamımıza yer eləyəcəm burada. Əvvəlcə burada yer eləməliyəm. Alqışlayaq Elnarə xanımı, gözəl qəlbi üçün, gözəl ürəyi üçün. Çünki Elnarə xanım illərin sevilən ifaçısıdır, müğənnisidir. Hansı ki, sənətdə öz sözünü deyən 5-6 müğənnimiz varsa, onlardan biri də Elnarə xanımdır. Etdiyi çıxışları ilə, çəkdirdiyi klipləri ilə, ifaları ilə hər zaman seçilib. Təşəkkür edirəm. Piri bəy, siz də danışmaq istəyirsinizsə, üzr istəyirəm. İndi Şahbazdır. Şahbaz bəy. Mən də qarışdırıram onları, inan mənə. Onları mən də qarışdırıram həmişə. Birinci deyilsən. Qoymuşuq, bizə Vüqar paylaşıb. Videoda 5 nəfəri, həmən videoda Vüqar deyir ki, biz niyə deyir, hamımız Şahbaz oxşayırıq. Hamıya Şahbaz deyirsən. Buyur Piri bəy. Şahbaz bəy, buyurun. Neyse, mən artıq layihənin beynində fikirləşim. Necə olacaq layihə? Rip beynində gedir o Proses sürəti. gedir. Artıq ideyalar gəlir. Biz deyirəm, ona görə deyirəm ki, biz hamımız həssas insanlarıq və o yaradıcı səviyyədə ki, biz qovuşuruq həqiqətən də. Mən demədim ki, nəsə fikirləşin. Onlar da verəcəklər təkliflərini, bəlkə belə eləyər. Və əminəm ki, möhtəşəm bir layihə olacaq. İnanın ki, çox mükəmməl bir şey çıxacaq ortalığa. Çünki gör nə qədər insan fikri qədər fikir müxtəlifliyi də var. O da fikir müxtəlifliyi nədir? Zənginlikdir, hərədən bir rəng gələcək. Qoymadım, Şahbaz danışasan. Sən Allah üzürlü say. Buyurun, təşəkkür Mən də edirəm. onu deyəcəkdim ancaq. Dürdanə xanım, sizin fikirlərinizi eşidək Murad Fatimə haqqında. O qədər gözəl, sənətkarımız o qədər gözəl fikirlər bildirir ki, həqiqətən Muradın, Fatimənin çıxışı və dəyərli sənətkarımız Elnarə xanımın ifasında həqiqətən illərdir onun repertuarında, onun gözəl mahnılarını dinləyirik. Uşaqlığımızın mahnısıdır. Həqiqətən o qədər gözəl səs tembri var, səsin rəngi var. Baxın, bu uşaqların istedadları var, amma o musiqinin insana verdiyi özgüvən, rahatlıq, o rəngarənglik var.
onlarda daha da ruh yüksəkliyi yaradır. Niyə də gözəl ifaları, gözəl rəqslər olmasın? Sizə təşəkkür edirəm öncə Elnarə xanım və Muradımız, Fatiməmiz həmişəki kimi möhtəşəm. Və ümid edirəm ki, bu yarışmada birinci olacaqsınız bu dəfə. İnşallah. Çox iddialıdırlar. Təbii ki, bunu tamaşaçılar qərar verəcək. Bəli, inşallah. Təşəkkür edirəm Dürdanə xanım. Pəri xanım. Mən səhərdən baxdım, Məryəm xanım qəşəng oynadı. Onu bəyəndim ki, yəni bu çox gözəl oynadı. Amma bu uşaqlar da bu qədər səlisli oynadılar ki, o qədər gözəl oynadılar. Qəlb oxşayan oynadılar. Mən bunları təbrik edirəm. Mən elə bilirəm ki, bunlar beşədə qalib olacaqlar. İnşallah. Elə bir səhnə mədəniyyəti var. Oğlana baxırsınız necə durur. Qıza da özümdə deyiləm, bu dəqiqə baxanda özümü zorla saxlamışam mən heç. Pəri xanım çox həssasdır. Hə, təbrik edirəm sizi. Kövrək qəlblidir Pəri xanım. Şahidlər o cür olur zaten. Onu da qeyd eləmək istəyirəm. Gözəl qız, göyçək qız. Oxuduqca onunla bərabər oxuyur, dodaqları tərpənir. Nə bilim, ancaq onun imkanı olsa özü durar, daha qəşəng sizlər. O da olacaq. O da olacaq Müalicəsini alır inşallah. Əsas odur ki, ümidlərimiz var. Sizə uğurlar arzu eləyirəm valla. İlk yarışa qatılanda onu qeyd eləmək istəyirəm. Fatiməmiz, Muradımız, yəni bu qədər rahat, sərbəst deyildilər. İndi Fatimə hətta oxumağa başlayıb, o qədər gözəl fikirlərini ifadə edir ki... Artıq ikinci ildir ki, bizimlə bərabərdirlər. Bunun da, belə deyərdim, səbəbkarı Rəvan bəy, number one-dır və sizsiz. Allah sizlərdən razı olsun. Bizim rəhbərlik etdiyimiz Number One Production-ın təşkil etdiyi layihələrdir bu. Həqiqətən bu layihə o qədər xeyriyyət bir layihədir ki, mən ilk, belə deyərdim, Fatimənin bura gəlməyindən mən burada ekspert qismində çıxışımı, fikirlərimi bildirmişəm. Fatimədə çox irəliləyiş var. Həm ayağa qalxmağında, həm nitqində, həm danışığında, maşallah. Təbrik edirəm balam səni. Uğurlarınız daimi olsun. Təşəkkür edirəm Dürdanə xanım və dəyərli izləyicilərimiz, yola salırıq Murad və Fatiməni. Murad və Fatiməni bu yarışmada görmək istəyirsinizsə, numberone.az saytına daxil olursunuz. 1, 5, 10, 20, 50, 100, 250 və 500 səs göndərə bilərsiniz. SMS kodu 3-dür Murad Fatimənin. Üzr istəyirəm, 1-dir SMS kodu. Növbəti iştirakçını dəvət edək Nahid. Bəli, növbəti iştirakçımız SMS kodu 4 olan Fatimə Qafarovadır. Fatimə qızımız görmə məhdudiyyətlidir, ona kömək edeyim. Çox gözəl səsi var Fatimənin, görmə məhdudiyyətlidir. Amma o qədər həyat dolu, həyatı o qədər çox sevir, o qədər... Fatimə qızımızın çox gözəl səsi var. Mahnı oxumağı o qədər çox sevir. Xoş gördük səni Fatimə. Buyur mikrofonu. Salamlar, müraciətini. Salam, hər vaxtınız xeyir. Mənim adım Fatimədir. Mən bugün istəyirəm ki, sizə bir mahnı oxuyum. Amma öncə istəyirəm ki, şəhidlərimizi bir dəqiqəlik sükutla yad edək. Can. Mən sayıram. Allah rəhmət eləsin şəhidlərimizə. Və ifa eləyəcəyim mahnı Şəhidim var Azərbaycan. Fatimə Qafarova, SMS kodu 4. Fatimənin musiqisi səslənsin. Eşidək Fatimə. Yarı-yarıdan ayrı saldı, əlimizdən torpaq aldı. Çox uşaqlar yetim qaldı, şəhidin var Azərbaycan. Gecə-gündüz qaralar bağlar, yerlər ağlar, göylər ağlar. Ey igidlər aldı bu dağlar, şəhidin var Azərbaycan. Yenə gəldi sentyabr, qüssə gəldi, kədər gəldi. Gecə yarı xəbər gəldi, şəhidin var Azərbaycan. Anamın var dərin yarası, şəhid oldu cavan balası. Qala bilməz yerdə qisası, şəhidin var Azərbaycan.
süzülür yaşların narı. Şəhidin var Azərbaycan. Yenə gözlər yaşla doldu. Şəhidin var Azərbaycan. Sənə canlar qurban oldu. Şəhidin var Azərbaycan. Yenə gözlər yaşla doldu. Şəhidin var Azərbaycan. Sənə canlar qurban oldu. Şəhidin var Azərbaycan. Buza döndü qəlbin soyudu. Göz yaşından torpağı doydu. Ata oğlum məzara qoydu. Şəhidin var Azərbaycan. Fatimə Qafarova SMS kodu 3. 4. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik. Şəhid analarının qarşısında baş əyirəm. Ramazan bayramımız da mübarək olsun. Tutduğumuz orucları Allah qəbul eləsin. Xahiş eləyirəm, kimin gücü nəyə çatırsa, mənə SMS kodu ata bilər. Can, qurban olaram. Fatiməmizin Elnara xanım, Allahdan şəfa diləyib, başçısı da xəstəxanadadır. Şəfa diləyirəm. Xərçəng xəstəliyindən çəkir. Allahdan valideynlərinə səbir diləyirəm. Deyəsən, nənəsiz deyəsən. Nahiddən soruşdum. Can? Çox sağ olun. Can, o qədər tərbiyəli qızdır, o qədər mədəni qızdır. Səsin dinlədiniz Elnara xanım, gözəl səsi var. Bəli, gözəldir, səsi çox gözəldir. Əgər ki, bilmirəm, alınsa, inşallah, Allah yol açsa, eləsək, Fatimənin yaşına uyğun mütləq repertuar seçmək, o məsələlərə diqqət eləməliyik. Çünki o hələ körpədir və onun bu yaşda onun psixologiyasını filan hamısını düşünmək, düzgün düşünmək lazımdır. O da bizim işimizdir. Yəni ona görə də mən eləsəm başqa cür eləyəcəm. Və nənəsindən xahiş edirəm, Fatiməni yönləndirək El Yaradıcılıq Mərkəzinə. Olarmı? Qəbul edərsiniz Elnara xanım? Etmirik. Bizim Nərmin var idi yanında. Bəli, görmə məhdudiyyətli. Bizim yarışmada iştirak etmişdi. Bu il incəsənətə girdi. Biz onu hazırladıq. Mən və bizim vokal pedaqogumuz biz onu hazırladıq. Repertuar hazırladıq. Abituriyent idi. Düzdür, özü məktəbi də yaxşı bitirdi, yaxşı qiymətlərlə imtahanlarına da yaxşı hazırlaşmışdı. Solfeggiosu siz bilirsiniz, o gitarada da ifa edirdi. Yəni musiqiçi idi Nərmin. Solfeggiosu filan da yaxşı idi, amma sırf oxumaqla bağlı repertuarını biz onu hazırladıq. 9 balla öz qabiliyyətini verdi, incəsənətə daxil oldu. Təşəkkür edirik. Reklamların vaxtıdır. Reklamlardan dərhal sonra qaldığımız yerdən davam edəcəyik. Firəngiz Rüstəmovanın rəhbərlik etdiyi Ailə Medikal Tibb Mərkəzinin və Sleep Baby bezlərinin sponsorluğu ilə Tanıyın, tanıdın bizi proqramı reklamlardan sonra davam edəcək. Dəyərli izləyicilərimiz, Fatimə Qafarovanın çıxışını izlədik. SMS kodu 3-dür. Onu bu yarışmada görmək istəyirsinizsə, number1.az saytına daxil olub 1, 5, 10, 20, 50, 100, 250 və 500 səs göndərə bilərsiniz. Nahid, növbəti iştirakçını dəvət edək. Növbəti iştirakçımız SMS kodu 2 olan Aminə İlyasdır. Balaca qızımıza kömək eləyim. Gəl. Aminə balamız yalnız xarici mahnıları oxuyur. Və bayaq reklam arası deyir ki, mən mahnımı vermişsiniz ora, deyirəm, hə, vermişik. Oxuyacam bugün, dedim, hə. Salamlaş, müraciətini elə. Hər kəsi salamlayırlar. Kimlərdən səs gözləyirsən? Deyib bilmirsən. Bütün Azərbaycan xalqından. Və mahnısı səslənsin Aminə Aminanın. İlyas, SMS kodu 2. Musiqimiz səslənsin, Aminanı dinləyək. Linam Games, Linam Game, GameStar.
Amina İlyas. Amina neçə yaşın var qızım? 6 yaşım var. John. Ora bax, mərkəzə bax. Bir dəfə də inşallah Azərbaycan dilində oxuyarsan. Olar? Yoxsa ancaq xarici mahnılar oxumaq istəyirsən? Yarışmaya qatılanda Amina deyib ki, mən ancaq xarici mahnılar oxuyuram. İngiliscə bilirsən, Amina? Do you speak English? İngiliscə bilirəm. Bilir. Oy maşallah. Hiss olunur. O dəqiqə hiss elədim ki, bilirsən. Ona görə oxuyursan. Çox şirin balamızdır. Allah saxlasın. Maşallah, Allah saxlasın. Elnara xanım, göndərək bunu da yanımıza. Hamını gözləyirəm. Göndərək. Gəlin görək nə edirik. Oturaq bir yerdə müzakirə eləyək. Bir dənə layihə eləyək. Elə bir ki, sizin tanıyın, tanıdın bizi layihəsi. Bəli, bərabər. Və El Yaradıcılıq Mərkəzi birgə layihə edək. Mən artıq fikirləşirəm beynimdə çox maraqlı bir şeylər olacaq. Mən uşaqları bir-bir incəliyim və özüm üçün qərar verim ki, kimlə kimi calamaq olar, kimlə kim daha yaxşı görsənər, uğurlu səslənər və onu düzgün amma düşünmək lazımdır. Yəni o bir günün, bir həftənin, o hətta heç bir ayın işi deyil, yəni. Aylar lazımdır. Ona vaxt lazımdır, vaxt lazımdır. Təşəkkür edirəm Vüqar bəy. Nə düşünürsünüz Amina ilə bağlı? Biz necədir? Bayaqdan baxıram uşaqların hər biri özəl bir istedadı var. Bax, bayaqlar Məryəm idi və bizim qardaşı ilə. Hərəsinin bir fərqli bir istedadı. Fatimə Murad, bəli. Fatimə Murad. Demək, hərəsində bir fərqli bir özəlliyi var. Məsəl üçün, bu uşağın ingiliscə. Biz hətta mahnı oxuyanda Piri ilə, Elnari ilə biraz danışıq. Deyik ki, böyük adamlar belə mahnı oxumaqda çətinlik çəkir. Çünki doğrudan çətin bir ifadə və uşaqların da, böyüklərin ən sevilən bir mahnı repertuarıdır, xarici repertuarıdır. Buradan səs rejissoruna da salam göndəririk. Gözəl balamızı yazan. Azər bəy. Aminə balamızı yazan səs rejissoruna da salamlarımızı göndəririk. Bəli. Bizim Era studiyasında yazılır. Bizim Azər. Azər qardaşımız, dostumuz. istedadlı insanı çox. Uşaqların hamısını deyəsə o yazır. Səs rejissorudur. Bəli. Uşaqların çoxunu o yazır deyəsə. Aminəni də, Fatiməni də o yazır. Maşallah. Bizim iştirakçıları oraya göndərir. Mənim tələbə yoldaşım olub. Çox da istedadlı insandır. Salamlayıram buradan özünü də. Azər Rüstəm. Bəli. Təşəkkür edirəm. Siz də fikrinizi bildirin Piri bəy. Nəhayət düz dedim adınızı Piri bəy. Vallahi çox təsirlənirəm. İfalar gözəl, uşaqlar özləri çox gözəl. Allah can sağlığı versin, Allah saxlasın balalarımızı. Amin inşallah. İnşallah çox gözəl gələcəkləri var. Hiss eləyirəm. Təşəkkür edirik. Şahbaz bəy, buyurun. Aminə qızımız çox şirindir, yox? Çox. Mən bayaqdan ona baxıram, çox şirin qızdır. Maşallah uşaqlarımızın hər biri şirindir, hər biri istedadlıdır. Bu arada Azər mənim ilk ses rejissorum oldu. Nə gözəl. Adını çəkdiniz, xatırladım. Mənim də ilk addımlarımda o mənə dəstək olmuşdu. Təşəkkür edirik Dürdane xanım. Maşallah olsun Aminə mələyimizə. Çox gözəl, çox şirin, maşallah. İfası barədə dəyərli müğənnimiz fikrini bildirdi. Amma mən səhnədə özünü rahat, sərbəst hiss eləməyi, o mahnının o ab havasında, o musiqi duyumu ilə çox gözəl tamaşaçılara çatdırmağı möhtəşəm. İnşallah bu gözəl müqəddəs ayda bizim bu mələklərimizə dəyərli tamaşaçılarımız səs verərlər. İnşallah birinci edərlər, finala qədər gəlib çıxarlar. Və Elnarə xanım da çox gözəl təkliflər elədi balalarımıza. İnşallah daha böyük səhnələrdə görərik. İnşallah. Təşəkkür edirik Pəri xanım. Deyirəm bu uşaqlara baxıram maşallah. Heç o normal uşaqlardan əskik deyirlər. Hamısı gözəl oxuyurlar. Adam belə ürəyini alırlar. Bəli, bu yerdə deyilir. Maşallah, çox şirin, gözəl. Həqiqətən. Siz də çox sağ olun ki, belə uşaqları bizə çıxarırsınız. Xoşdur. Həyatda elə bir Cəmiyyətə adaptasiya etmək lazımdır. Cəmiyyətə inteqrasiyası. İlklərə imza atdılar. Number 1, Rəvan bəy, mən hər zaman bunu qeyd edirəm. Rəvan bəy elə məndən betər ürək yoxdur, baxmam ki. Öz uşaqlarla çalışmaq doğrudan çətindir ya. Yəni, kənardan asan da olmazsan. Çünki Elnarə öz klipini... Uşaqlarla çalışmaq, özdə belə uşaqlarla. Dəhşətdir. Məsəl üçün, mən kənardan baxanda o vaxt Elnarənin kukla mağazı bayaqlar səslənəndi. Elnarənin klipi çəkində, Elnarə mənə deyib, bilirsən necə çətindir uşaqlarla işləmək. Bəli.
Gəl görün bura. Çox çətindir. Sən Onları öpür. anlamaq lazımdır. Əminəm. Onların nə Sən istədiyini öpür. bilmək Bizlər olur lazımdır. bəzən. Bəli. Uşaqlarla iş təcrübəsi məndə, mən deyərdim, 23 yaşımdan var. Çünki ilk dəfə Vaqif Gərayzadə məni dəvət edəndə Şərq Ulduzları vokal ansamblına özünün vaxtı çatmırdı, özü bədii rəhbər idi orada. Özünün vaxtı çatmırdı, çünki çox məşğul olurdu da. Mahnılar bəstələyirdi, ulduzlarımızı, necə deyərlər, səhnəyə ulduzlar yaratmaqla məşğul idi. Daha ciddi, daha vacib işləri var idi və o 90 nəfərlik bir kollektiv düşünsənə, yəni ora vaxt çatdırmırdı da Vaqif müəllim. Və mənim yadıma gəlir ki, məni ilk dəfə onda dəvət elədi ki, gəl bu uşaqlar, yəni mənim vaxtım yoxdur, gəl sən məşğul ol. Bizim 4 yaşında da uşağımız var idi orada, mənim yadıma gəlir. Balaca bir qız uşağı idi. Özü də rus dilli uşaq idi. Çox fikirləşdim ki, ay Allah, 4 yaşında uşağa mən nə oxudum da, yəni 4 yaşında uşaq əli danışıb dil açır təzədən. Və də rus dilli uşaq idi. Tapdıq, bir mahnı tapdıq ona, top bayıtmalış, top bayıtmalış. Yəni var, gözəl, əslində Azərbaycan dilində də çox qəşəng uşaq mahnılarımız var. Rus dilində də çox qəşəng uşaq mahnılarımız var. Sadəcə düzgün şəkildə istiqamətləndirmək lazımdır. Sadəcə bu uşaq mahnılarını da uşaq yaşlarında sevdirmək lazımdır. Onu evdə ana, nənə, nə bilim, bağçada bağça müəllimələri. Siz inanmazsınız, mənə bağça müəllimi birini qoyub birini danışıram. Yazırlar mənə, Instagrama yazırlar, TikToka yazırlar. Elnarə xanım, xahiş edirik, uşaq mahnıları oxuyun. Biz mahnı tapmırıq uşaqlara dinlətməyə falan filan. Yəni deməyim odur ki, haqq Allah. Sağlam olun. 23 yaşından Şərq Ulduzları ansamblında Safuranın 8 yaşı var idi ora gələndə, təzə-təzə gələndə. Avroviziya təmsilçimiz. Fərid Məmmədov. Yeni ulduz qalib olub. Şərq Ulduzları. Safur Əlizadəni deyirsiniz də? Safur Əlizadəni. Bəli, bəli. Yeni ulduzda da iştirak edib, qalib olub hətta, bəli. Mən izləyirdim, uşaq idim, izləyirdim. Hə, onu qaçırmışam. Deməyim odur ki, Aynur İskəndərli, Kəmalə Qaramollayeва, hamısı bizim kollektivdən çıxıblar, yəni Şərq Ulduz. Bəli, bəli. Hamısı peşəkar ifaçılardır mı? Və bugün hamısı da öz sözünü deyən peşəkar ifaçılardır, hamısı gözəl solistlərdir, gözəl də repertuarları var. Niyə? Çünki gözəl məktəbləri var. Bəli. Başlanğıcı qoyub Vaqif Gərayzadə, istiqaməti verib, tapşırığı qoyub Elnarənin qarşısında deyib elə. Yəni bu şəkildə deməyim odur ki, bu yəni o uşaqlarla işləmək həqiqətən də çox böyük səbir tələb edir. Səbir. Təmkin, hövsələ, səbir. Çünki uşaq başqa aləmdir də. Uşağa 10 dəfə deyirsən, başa düşmür. Uşaqdır da. Yəni səbirli olacaqsan. Və anidən bir məsələn kaprizi tutdu, oxumuram deyirsə, ya da eləməyəcəksən də. Yəni yazılmağı bir aləmdir, məsələn çəkilməyi bir aləmdir. Biz Kukla klipini çəkəndə artıq yazılıb da, duetdir bu. Uşaq səsini yazmışıq. Bunun özünü çəkməliyəm də, başqa variantım yoxdur. Ay Allah, qızın uşağın tərsliyi tutub, gah yemək istəyir, gah su istəyir, gah başqa yerə istəyir. Biz də düşmüşük bunun dallıca. Ay qurban olum, ay başıma dönüm, ay bala, gəl bunu çəkək. Axırıncı kadrda çəkək, çıxaq gedək. Yəni, səhər saat, amma uşaq yorulur axı. Uşağı mən qınaya bilmərəm. Körpədir. Səhər saat 9-dan axşam 9-a kimi fasiləsiz çəkilmək nə deməkdir? Uşaq üçün çox böyük naqruzkadır, çox böyük yükdür də. Yəni ona görə də onun hamısını nəzərə almaq lazımdır. Təşəkkür edirik Elnarə xanım, var olun. Və Amina İlyası bu yarışmada görmək istəyirsə, SMS kodu 2-dir. number1.az saytına daxil olub 1510 20 50 100 250 və 500 səs göndərə bilərsiniz. İndi siz istəyərdik ki, Vüqar Kamiloğlu'dan gözəl bir ifa səslənsin. Alqışlarla. Saçlarını oynadır kaman kaşlarını göz bakıp sever saçlarını oynadır kaman kaşlarını üzü kanlı lebleri ballı o
açılır. Nur saçılır, nur saçılır. Seni görürəm qəlb açılır. Qəlb açılır, qəlb açılır. Ay yüzünə baxıram nur saçılır. Mən səni görürəm qəlb açılır. Üzü xallı, ləbləri ballı. O siləndir göz yaşlarımı. Sevgi, sevgi, sözləri sevgi. Vay vay qara gözləri sevgi. Sevgi, sevgi, sözləri sevgi. Vay vay qara gözləri sevdim. Sevgi, sevgi, sözləri sevgi. Vay vay qara gözləri sevdi. Sevgi, sevgi, sözləri sevgi. Tanıyıb səni sevgimi bildim. Sevgi, sevgi, sözləri sevgi. Vay vay qara gözləri sevdi. Sevgi, sevgi, sözləri sevgi. Vay vay qara gözləri sevdim. Sevgi, sevgi, sözləri sevgi. Vay vay qara gözləri sevdi. Sevgi, sevgi, sözləri sevgi. Tanıyıb səni sevgini bildim. Firəngiz Rüstəmovanın rəhbərlik etdiyi Ailə Medikal Tibb Mərkəzinin və Sleep Baby bezlərinin sponsorluğu ilə Tanıyın, Tanıdın bizi proqramı reklamlardan sonra davam edəcək. Davam edirik dəyərli izləyicilərimiz. Siz Tanıyın, Tanıdın bizi proqramına Ailə Medikal Tibb Mərkəzinin və Sleep Baby bezlərinin sponsorluğu ilə baxırsınız. Sleep Baby bezləri, Lətif bəyin rəhbərlik etdiyi Sleep Baby bezləri Azərbaycan bazarında fərqli, belə deyim, qiymətədir və fərqli keyfiyyətə malikdir. Qeyd edim ki, hər bağlamasında 10 ədəd digər bezlərdən çoxdur və digər bezlərdən fərqliliyi odur ki, uşaqlarda nəmlik yaratmır və bilirsiniz ki, bəzi bezlər uşaqlarda allergiya yaradır, amma bu bezlərdə allergiya uşaqlarda yaratma ehtimalı yoxdur və qeyd edim ki, bir nömrədə 100 ədəd, 2 nömrədə 90 ədəd, 3 nömrədə 80 ədəd, 4 nömrədə 70 ədəd, 5 nömrədə 60 ədəd, 6 nömrədə 50 ədəd və nəhayət 7 nömrədə 42 ədəd mövcuddur. Sleep Baby bezlərindən alıb istifadə edə bilərsiniz, dəyərli xanımlar, dəyərli analar və bacılar. Çünki həm keyfiyyət baxımından sərf edir və ən azından qiymət baxımından cibinizə qənaət etmiş olarsınız. Təşəkkürümüzü bildiririk Sleep Baby bezlərinə və növbəti sponsorumuz Firəngiz Rüstəmovanın rəhbərlik etdiyi Ailə Medikal Tibb Mərkəzi. Avropa Təbiət Elmləri Akademiyasının üzvü, araşdırmaçı, yazar, Ailə Medikal Tibb Mərkəzinin baş həkimi və rəhbəridir Firəngiz xanım. Prezident təqaüdçüsüdür, akademikdir və qeyd edim ki, xanımlara aid bütün prosedurlardan Ailə Medikal Tibb Mərkəzində yararlana bilərsiniz və xüsusi olaraq Tanıyın, Tanıdın bizi proqramının izləyicilərinə 20% endirim kampaniyası mövcuddur. Hansı ki, bu kampaniyadan yararlanmağa tələsin dəyərli izləyicilərimiz və əlaqə nömrəsini ekranlardan görürsünüz. Təşəkkürümüzü bildiririk Firəngiz xanım Rüstəmovanın rəhbərlik etdiyi Ailə Medikal Tibb Mərkəzinə və Lətif bəyin rəhbərlik etdiyi Sleep Baby bezlərinə. Davam edirik Nahid, buyur, söz səndədir. Növbəti iştirakçımız SMS kodu 7 olan Zəhra Hüseynovadır. Zəhra bugün öz rəqsi ilə bizim qarşımızda olacaq. Xoş gəlmişsən Zəhra. Buyur, salamlar, müraciətini et. Evstiklər və sizə tamaşaçılara salamlayıram. Kimdən səs gözləyirsən? Azərbaycan xalqından səs istəyirəm. Zəhranın musiqisi səslənsin, SMS kodu 7.
Təşəkkür edirik. Zəhra Hüseynova, SMS kodu 7 və qeyd edim ki, Zəhra bizim Tanıyın Tanıdın 3 layihəsində iştirak edirdi və bu layihəyə təkrar qoşulub, özünü yenidən sınamaq istədi və qeyd edim ki, Zəhranın müəllimi yoxdur, rəqs müəllimi yoxdur, özü sərbəst rəqs edir və nənəsi Gülsüm xanıma təşəkkür edirik. Zəhranın hər iki valideynini itirmiş bir balamızdır, nənəsinin himayəsindədir, nənəsi ona baxır və hər belə deyim, ehtiyaclarını da nənəsi qarşılayır və bugün də bu proqrama qatılmaqda səbəbi Zəhranın gələcəyi üçündür. Çünki Zəhra gələcəkdə də rəqqasə olmaq istəyir və inşallah ki, səndə çox gözəl də alınır Zəhra, maşallah. Günü-gündən daha da inkişaf edirsən. Buyurun Elnarə xanım, fikirlərinizi eşidək. Mən düşünürəm ki, bilmirəm, neçə yaşımız var Zəhranın, neçə? 12. 13 hətta, maşallah, yekə qızmışsan ki, sənə müəllim. Amma ki, xırda sümükdür. Elə bildim, biraz da yaş aşağıdır. Xoreografiya məktəbinə də daxil ola bilər. Əgər məqsəd peşəkar rəqqasə olmaqdırsa, orada gözəl həm dərslərini də oxuya bilər, məktəb dərslərini, həm rəqslə də, musiqi ilə də məşğul ola bilər. Orada musiqi məktəb paralel solfejo da keçəcək, yəni hər şey necə lazımdır, yüksək səviyyədə keçəcəklər. Düşünün bu barədə. Bilmirəm, ora neçə yaşdan götürürlər, amma düşünürəm ki, ən azı denəmək olar. Hətta mən bugün soruşacağım Seymur. Oradan soruşacağım, görüm neçə yaşdan götürürlər. Bizə də məlumat verərsiniz, yönləndirərik Zəhramızı. Təşəkkür edirəm, Dürdanə xanım. Zəhra qızımız maşallah, sizin də qeyd elədiyiniz kimi Tanıyın Tanıdın bizi 3-də də möhtəşəm rəqsləri ilə bizi valeh eləyirdi. Hər zaman bu milli geyimi, rəqsi, ikisi birlikdə çox gözəl ahəng belə deyə təşkil eləyir. Maşallah, bu dəfəki rəqs də çox gözəl idi, möhtəşəm idi. İnşallah ki, dəyərli tamaşaçılarımız sənə səs verər, finala gəlib çıxarsan, gözəl qızım. Sən buna layiqsən. Uğurlar. Təşəkkür edirik Pəri xanım. Qızımız çox gözəl oynadı, doğrudan da yaxşı rəqs elədi. Amma biraz da hazırlaşdı, lap yaxşı olar. Buna səs vermək lazımdır, bunu dəstəkləmək lazımdır. Nəinki bunu hamısını dəstəkləmək lazımdır. Mən ekran qarşısında oturub bütün bizi izləyən, uşaqları izləyən tamaşaçılardan xahiş eləyərdim ki, bu uşaqları dəstəkləsinlər. Bunların həyata inteqrasiyası qoy, həllini tapsın və bunlar qarışsın insanlara. Təşəkkür edirəm Pəri xanım, var olun. Vüqar bəy, əlavələriniz, fikirləriniz Zəhra ilə bağlı. Mən belə bir şey deyim ki, incəsənət aləmi elə bir yerdir ki, burada mütləq bir sevgi olmalıdır, bir məhəbbət olmalıdır peşəyə. Fərq eləmir, ya ifaçısansa, ya rəqs edirsənsə və mən o qızın rəqsində o sevgi hiss elədim, o rəqs eləyir və sevir o rəqsi. Bayaq Elnarə xanımın sözünə qüvvət deyə bilərəm ki, mütləq şəkildə bu peşəkar rəqs məşğul olsun. İndi 13 yaşınız var, düzdürmü? Hardasa bir 4 ildən sonra artıq böyük yeniyetmə olacaq və o yeniyetmə çağında hətta İncəsənət Universitetinə də daxil ola bilər. Mən tanınmış rəqqaslarımız var ki, sonradan İncəsənət Universitetinə daxil olublar, orada rəqslə məşğul olublar və onlar artıq səhnədə idilər belə, səhnədə ola-ola gedib peşəkar rəqslə məşğul olmağa başlayıblar. Onun üçün hələ də gec deyil, mən düşünürəm. Həm də ki, sərbəst əgər rəqs eləyirsə, bura qədər bilirsə, demək plastika var da, istək var, arzu var. Onu da inşallah gələcəkdə həyata keçirlər. İnşallah. Müəllimi də yox da, özü hazır. Özü hazır. Piri bəy, siz buyurun. Çox gözəl bir şeydir ki, müəllimi olmaya belə rəqs eləyirsə, mütləq müəllim yanına getməlidir və çox gözəl rəqs, nəticə əsas odur ki, o belə Lorada dediksə, qabında var. Mütləq. Mən də söz verirəm ki, buradan çıxan kimi Number One az saytına girib hər birinə səs yollayacaq. Mən artıq qeyd edirəm kodlarını, uşaqlarını. Mütləq çıxan kimi özüm də çalışacağım ki, onların hamısına səs verim. İnşallah və çoxları sual verir ki, necə səs göndərək? Çox rahat və sadədir. Google-da yazırsınız numberone.az, daxil olursunuz, Tanıyın Tanıdın bizi 4 papkasına daxil olursunuz və burada iştirak edən bütün iştirakçıların ad soyadları çıxacaq. Orada qeyd olunur 1, 5, 10, 20, 50, 100, 250 və 500 səs göndərə bilərsiniz. Qeyd edim ki, bir səs 1 manatdan hesablanır, əlavə heç bir ədəbi və ya faiz tutulmur.
Şahbaz bəy, buyurun. Mən də Zəhran təbrik edirəm. Çox gözəl rəqs etdi. Maşallah. Uğur olsun inşallah. Təşəkkür edirəm. Və Zəhra, sənin tamaşaçılardan bir istəyin varmı? Buyur. Mənə səs atsınlar. Səs atsınlar. Zəhranı bu yarışmada görmək istəyirsinizsə, dəyərli izləyicilərimiz, number1.az saytına daxil olub, səs verib dəstək ola bilərsiniz. SMS kodu 7-dir. Yola salaq alqışlarla Zəhra qızımızı və Nahid söz səndədir. Bəli, növbəti və sonuncu iştirakçımız SMS kodu 5 olan Ümid Abbasovdur. Xoş gördük Ümid, Ümidə də kömək eləyim. Ümid də görmə məhdudiyyətlidir. Bəli, görmə məhdudiyyətlidir, nağarada ifa görmə eləyir. məhdudiyyətlidir. Allahdan şəfa diləyirik balalarımıza. Və bugün canlı ifa edəcək Ümid nağarada. İnşallah ki, ötən həftə tamaşaçılar onun çıxışını bəyəndi, bugün də bəyənərlər. Buyur, mikrofonu götür. Müraciətini elə, sonra başlayarsan. Mən hər kəsi salamlayıram. Axşamınız xeyir. Tüm Azərbaycandan səs gözləyirəm. Can. Ümid balamız, Ümid Abbasov, SMS kodu 5. Ümid, musiqi təhsilin var mı? Ümumiyyətlə, haradasa oxuyursanmı musiqi ilə bağlı? Bəli, müəllimim Müşfiq müəllimdir. Ona da çox təşəkkür edirəm. Kimdir müəllimi? Müşfiq müəllim. Müşfiq müəllim. Onun sayəsində belə tədbirlərə çıxdım. O mənə yaxşı ki öyrədib. Onu da salamlayıram. Can. Görürsünüz, əməyi itirmir. Maşallah, maşallah. Nə deyə bilərsiniz Elnara xanım? Gələcəyi varmı Ümidin? Mən ilk növbədə gözəl aydayıq, Ramazan ayındayıq. Allah dualarımızı eşidir. Allah möcüzələr yaradan Allahdır. Mən heç zaman Allahdan heç bir zaman ümidimi heç vaxt itirməmişəm və bugünə kimi də nə istəmişəm Allah mənə verib. Sırf özümlə bağlı, yaradıcılığımla bağlı, ailəmlə, övladlarımla bağlı. Yəni yoxdur elə bir arzu ki, ürəyimdə qalsın deyim ki, kaş olaydı, amma olmadı. Yoxdur elə bir, şükür Allaha, min şükür, çox şükür. Gözəl aydı, dualar aydı. Mən artıq dualar eləmək istəyirəm. Yəni Ümid balamız başda olmaqla, Məryəm qızımız, Fatiməmiz, Zəhramız, Aminamız, digər iştirakçılarımız, rəqs edən qızımızın adı nə idi? Zəhra. O da Zəhra idi. 2 Zəhra var. Yox, bir Zəhradır, Aminadır, Fatimələrdir. İkisi də Fatimə. 2 Fatimədir. Fatimə 2-dir. 2 Fatimədir. Lap yaxşı. 2 Fatimə, 2 Zəhra, Fatimə, Zəhra eşqinə.
Allah hamısını saxlasın, gözəl dualar edək. Hamısına, cümlətən hamısına Allahdan ilk növbədə şəfa istəyəcəm. Amin inşallah. Həqiqətən də. Yəni inanın, yəni bu möcüzələrə inanın. Çox ola bilər, hər şey ola bilər. Bir gün yatarıq, səhər durarıq, görərik ki, hər şey artıq başqa cürədir. Bəli. Yəni mən inanın mənə ki, mən həyatımda bunlara rast gəlmişəm. Mən görmüşəm, mən bunları yaşamışam. Mən bilirəm ki, bu çox yəni qeyri-mümkün kimi görsənir, amma əslində mümkündür. Bəli. Yəni, Allahın bir ol deməyi ilə ola bilən şeylərdir əslində. Sadəcə olaraq Allah bizim səsimizi eşitmək istəyir. Bəzən bizim dualarımızı eşitmək istəyir. Allah deyir ki, məndən istə, istə. Həqiqətən də istəyin, davam edin, istəməyə də davam. Mən də siz əvəzdən indi burada istədim. İnşallah ki, Allah dualarımızı eşidər. Tezliklə bizim uşaqlarımıza, balalarımıza, bizim arzularımıza çatdırar və üstə gəl karyeralarında da əlbəttə ki, musiqiçi kimi, rəqqas kimi, ifaçı kimi mən onların karyeralarında da çox böyük nailiyyətlər və uğurlar gözləyirəm artıq. Yəni məhdudiyyətli ola-ola bunları edə bilirlərsə, indi gör məhdudiyyətsiz olsalar nə edərlər? Odur ki, gözləyin, hələ irəlidədir hər şey. Təşəkkür edirəm Nərə xanım, var olun. Dürdanə xanım. Ümid balamız maşallah canlı ifa, canlı performans göstərir. Təbrik eləyirəm. İnşallah daha gözəl ifalar göstər bizə balam. Növbəti inşallah həftələrdə. Uğurlar sənə. Təşəkkür edirəm. Pəri xanım. Deyirəm, Allah bu uşaqların hər birini qorusun. Hər birinə möcüzələr yaratsın. Görək ki, belə heç kimin əli olmadan da Allah özü bunlara hardansa bir yardım eləsin. Bunların birinin gözü, birinin ayağı, birinin Allah şəfalarını versin. Mən baxıram, ürəyim dözmür da, mən belə uşaqları görəndə. Bir də bunlara müvəffəqiyyətlər arzu eləyirəm. Yenə deyirəm, yenə də tamaşaçılardan, izləyicilərdən çox-çox xahiş eləyirəm. Bunları dəstəkləsinlər. Düz deyib, biri çıxacaqdı bunların içinə. Amma yoxdur, iştirak önəmlidir. Tanınmağa gəliblər, bunlar tanınacaqlar. Önəmli olan iştirakdır. Zaten qalibdir. Onlar artıq burada seçilmişlərdəndirlər. Bu qız qalibdir da elə özü. Bu qız başdan əvvəl qalibdir. Hərə özünü göstərir bir formada. Oynayan qız. Burada iştirakçıları zaten çox gözəldir, çox. Oynayan qız. Siz niyə Pəri xanım? Zaten bunlar hamısı Nizami Kino Mərkəzində sağ olsun oranın rəhbərliyi də biz daim onlarla əməkdaşlıq edirik. Konsert proqramları, uşaqların belə deyim, böyük səhnələri ora olur, oradan başlayırlar. İnşallah ki, gələcəkdə digər konsert zallarında da biz planlaşdırırıq. Əsas odur ki, 500 nəfər kütlənin qarşısına çıxa bilirlər. Bu özü də çox önəmli bir nüansdır. Hansı ki, bu uşaqların yəni şərt o deyil ki, qalib olsun, yalnız qaliblər orada iştirak edəcək. Burada olan bütün yetirmələrimiz konsertdə iştirak edirlər. Zaten 23 mart Novruzla bağlı, baharın gəlişi ilə bağlı inşallah inklüziv uşaqlarla sağlam uşaqların birgə belə deyim konserti olacaq. Biz birlikdə güclüyük adlı konsertləri olacaq. Çox təəssüflər olsun ki, Elnarə xanım burada olmayacaq. Amma əminəm ki, möhtəşəm duetlərimiz olardı bu uşaqlarla. Allah sizə can sağlığı versin. Siz bu layihəni ki, yaradıbsınız ha belə. Təşəkkür edirəm. Valla çox diqqətə layiq, çox belə nədədir. Var olun. Yüksək səviyyədə bir Və layihədir. Ümid Abbasovu bu yarışmada görmək istəyirsinizsə, dəyərli izləyicilərimiz number1.a saytına daxil olub, səs verib dəstək ola bilərsiniz. Qeyd edim ki, SMS kodu 5-dir Ümidin. Ümid, son sözün varmı tamaşaçılara? Buyur. Mən sizə də təşəkkür etmək istəyirəm. Həmişə mən bura gəlmək istəyirdim. Hər zaman qapımız üzünə açıqdır. Nəinki sənin, bütün uşaqların və Kanal S rəhbərliyinə təşəkkür edirəm ki, bu layihəni burada belə deyim, yayımlanmasına icazə verib, izin verib, şərait yaradıb və bir alqışlayaq Kanal S rəhbərliyini təşəkkürümü bildirirəm. Bu məqamda istəyərdim ki, səhnəyə El Yaradıcılıq Mərkəzinin digər üzvlərindən biri olan Piri bəyi dəvət edək. Piri Əliyevdən gözəl bir mahnı səslənsin. Əks olunub bayrağında
bir oğlun, hər bir qızın əks olunub bayrağında parıldayan ay ulduzun keşiyində dayanıbdı hər bir oğlun, hər bir qızın sənə bağlı hər bir anım gələcəyim dünənimsən Gözəl vətən Azərbaycan bir könüldə var iki can biri mənim öz ruhumdur biri doğma Azərbaycan Gözəl vətən Azərbaycan bir könüldə var iki can biri mənim öz ruhumdur biri doğma Azərbaycan Sazın səsi apar məni o çağlara Dağlarında doğan günəş saçar nurlu sabahlara Tar kamanın sazın səsi apar məni o çağlara Dağlarında doğan günəş saçar nurlu sabahlara Doğma yurdum ana vətən nur səpilsin yollarına Dolma yurdum ana vətən, nur səpilsin yollarına Gözəl vətən Azərbaycan, bir könüldə var iki can Biri mənim öz ruhumdur, biri doğma Azərbaycan Gözəl vətən Azərbaycan, bir könüldə var iki can Biri mənim öz ruhumdur, biri doğma Azərbaycan Gözəl vətən Azərbaycan, bir könüldə var iki can Biri mənim öz ruhumdur, biri doğma Azərbaycan Gözəl vətən Azərbaycan, bir könüldə var iki can Biri mənim öz ruhumdur, biri doğma Azərbaycan Təşəkkür edirik. Piri Əliyev, El Yaradıcılıq Mərkəzinin üzvlərindən biri olan, bizim Elnarə xanımın yetirmələrindən biri olan və davam edirik dəyərli izləyicilərimiz. Neçə dəqiqəmiz qalıb reklama? 3 dəqiqəmiz. Və qeyd edim ki, bizim bir neçə iştirakçımız səhhətlərində yaranan problemlərlə bağlı bugün yanımızda ola bilmədilər. Aytən Bağırova, SMS kodu 3, dəyərli izləyicilərimiz Aytən Bağırovanı bu yarışmada görmək istəyirsinizsə, SMS kodunu və şəklini zəhmət olmasa verin ekrana, Orxan. Aytən Bağırova, SMS kodu 3 və şəklini də arxa fona verək. Aytən qızımız danışma və eşitmə məhdudiyyətlidir, jest dilində ifa edir efrimizdə, layihəmizdə. Bugün bir balaca səhhətində problem yarandığı üçün yarışmamızda iştirak edə bilmədi, amma SMS kodu aktivdir. Yarışmamızın, efrimizin sonuna qədər vaxt var, dəyərli izləyicilərimiz. Aytəni bu yarışmada görmək istəyirsinizsə, number1.az saytına daxil olub, SMS kodu 3-dür, səs verib dəstək ola bilərsiniz. Növbəti iştirakçımız mənim adaşım Rəvanə Yusifova, SMS kodu 9, onun da zəhmət olmasa şəklini ekrana verək. Rəvanə Yusifovanı bu yarışmada görmək istəyirsinizsə, SMS kodu 9-dur. number1.az saytına daxil olub, səs verib dəstək ola bilərsiniz. İnşallah növbəti həftələrdə planlaşdırırıq iki Rəvanların bir dueti. Rəvanə ilə, bəli, Rəvanənin çox gözəl səsi var, Elnarə xanım. Və söz vermişik ki, Rəvanə qızımıza da dəstək olacaq. Sadəcə onun da səhhətində bugün bir balaca problem olduğu üçün yarışmamızda iştirak edə bilmədi. Təşəkkür edirik hər birinə və... Bildiyimiz, tanıdığımız Rəvanədir də? Yox, o Ağamirovadır. O bizim Azərbaycan Ulduzu yarışmasının finalisti, ikincisi olmuşdur. Bu başqa Rəvanəmizdir. Bunun da çox gözəl səsi var. Dur
Dürdanə xanım, bir dəqiqəmiz qaldı. Dürdanə xanım, siz Zəhra ilə məşğul oldunuzmu, Zəhra qızımızla? Yoxsa hələ gəlməyib yanımıza? Hələ gəlməyib. İnşallah növbəti Gülsüm xanım, inşallah Zəhramızı aparaq Dürdanə xanımızın yanına. İşinin peşəkar olan psixologumuz, fizioterapevt Dürdanə Musayeva. Və siz söz verdiyiniz kimi Zəhranın bütün problemləri aradan qaldırılacaq. Nə vaxt gəlsin? Növbəti həftə inşallah. Hansı günü? Bax, elə efirdən deyək, nənəsi bilsin və gətirsin. Elə bu həftə içi də ola bilər. Bu həftə içi inşallah, bugün 4-cü gündür. Həftə yekunlaşır artıq. Növbəti həftə mən sizə deyəcəm, vaxtı, saatı inşallah gətirəcəksiniz. Gülsün xanım, mən əlaqə nömrəsini verəcəm sizə Dürdanə xanımın. Danışarsınız və mütləq şəkildə Zəhramızı aparaq ora və əminəm ki, faydamız toxunar. İnşallah. Sizə təşəkkür edirəm ki, təmənnasız şəkildə bu şəraiti yaradırsınız uşaqlara. Reklamların vaxtıdır, dəyərli izləyicilərimiz. Firəngiz Rüstəmovanın rəhbərlik etdiyi Ailə Medikal Tibb Mərkəzinin və Sleep Baby bezlərinin sponsorluğu ilə Tanıyın, Tanıdın bizi proqramı reklamlardan sonra davam edəcək. Davam edirik, dəyərli izləyicilərimiz. İştirakçılarımızın çıxışlarını izlədik və bu məqamda istəyərdik ki, Nahidlə məndən bir ifa səslənsin, duetimiz səslənsin. Daha sonra qaldığımız yerdən davam edəcəyik. Orxan, eşidirik səni. İnce dondum yer basmayı geriyen, İnce dondum yer basmayı geriyen. Başım baktı evim taktı sevgilim, Başım baktı evim taktı sevgilim. Evden çıkıp yürüyende serdi sarmaşanda kara saçlım, topuğunda sarmaşanda kara saçlım. Koşap adam sığmayan kara kızlım, Koşap adam sığmayan kara Gar üstüne kandanmış tek al yanağım, Gar üstünde kandanmış tek al yanağım. Evden çıkıp yürüyende serdi boylum, Badam yese boylu görünen ince bellim, Topuğunda sarmaşanda kara saçlım, Topuğunda sarmaşanda kara saçlı. İnce dondum yer basmayı geriyen, İnce dondum yer basmayı geriyen. Başım baktı evim taktı sevgilim, Başım baktı evim taktı sevgilim. Evden çıkıp yürüyende serdi boylum, Badam yese boylu görünen
sarmaşanda qara saçlım, topuğunda sarmaşanda qara saçlım. Sarmaşanda qara saçlım, topuğunda sarmaşanda qara saçlım. Sevgilim, gözəlim, adaxlım. Təşəkkür edirik və qeyd etdiyim kimi səs verməyə artıq sayılı dəqiqələrimiz qalıb. Ümumilikdə neçə dəqiqəmiz qalıb efirimizin bitməyinə Orxan? Neçə dəqiqə? 10 dəqiqədən sonra efirimiz bitir. Və istəyərdim ki, Şahbaz Alini dəvət edəm. Ondan da gözəl bir ifa səslənsin. Alqışlarla. Şahbaz Ali. Nəzər yetir yaylarına, od qoyağı tapdağına, hər daşına, torpağına, ürəyimlə vətən dedim. Gözəl yurdum, məmləkətim. Nəzər yetir yaylarına, od qoyağı tapdağına, hər daşına, torpağına, ürəyimlə vətən dedim. Gözəl yurdum, məmləkətim. Bazar düzü, bağa dağda, Qapıcıqda, Murovdağda, dalğalanır Qarabağda, ay ulduzlu şanlı bayraq. Bir zamanlar qanlı bayraq. Bazar düzü, bağa dağda, Qapıcıqda, Murovdağda, dalğalanır Qarabağda, ay ulduzlu şanlı bayraq. Bir zamanlar qanlı bayraq. Sesin geldi görünmedin, zeferinle öyünmedin, yağmalandın bölünmedin, erenlerin yadigarı. Cennet kokur her diyarı. Sesin geldi görünmedin, zeferinle öyünmedin, yağmalandın bölünmedin, erenlerin yadigarı. Cennet kokun her diyarı. Tarihlerde sen varken çokum gördüm esret çeken. Semet Vurgun söylemişken ayrılar mı gönül candan? Azerbaycan, Azerbaycan. Tarihlerde sen varken çokum gördüm esret çeken. Semet Vurgun söylemişken ayrılar mı gönül candan? Azerbaycan, Azerbaycan. Təşəkkür edirik.
Şahbaz Ali El Yaradıcılıq Mərkəzinin üzvlərindən biri. Və istəyərdim ki, səs verməmizin nəticələrini yavaş-yavaş açıqlayaq. Ürək döyüntülərimizi eşidək. Bəli. Bəli, və yarışmanı bugün kim tərk edəcək, onu müəyyən edəcək. Tanıyın, tanıdın bizi 4 layihəsinin ikinci həftəsinin lideri kimdir? SMS kodu 2 olan Amina İlyas. Aminanı gətirək. Həftənin ikincisi. Qalibsən, gəl. Hara gedirəm deyir. Gəl. Gəl. Həftənin ikincisi. SMS kodu 3 olan Fatimə Qafarova. Gətirək Fatimə qızımızı da. Həftənin üçüncüsü. Gəl. Bəli, üçüncüsü. SMS kodu 9 olan Rəvanə Yusifova. Özü burada olmasa da tamaşaçılar onu dəstəklədi. Həftənin dördüncüsü. Həftənin dördüncüsü. SMS kodu 3 olan Aytən Bağırova. O da burada yoxdur. Həftənin beşincisi. SMS kodu 1 olan Murad və Fatimə bacı qardaşları. Və gözləmə otağında qalan iştirakçılarımız. Ümid Abbasov, Damla Hüseynzadə, Zəhra Hüseynova. Həftənin beşincisi. Ümid Abbasov. Üzr istəyirəm, altıncısı. Bəli. Həftənin altıncısı Ümid Abbasov və nəhayət həftəni kim tərk edir? Zəhra Hüseynova yarışmada qalırsan və Damla Hüseynzadə yarışmanı tərk edir. Damla özü burada yoxdur və SMS-i də olmadığı üçün avtomatik yarışmadan kənarlaşdırılır. Zəhra, sən yarışmada qalırsan. Təbrik edirəm, gəl. Və sonda hər birinizə təşəkkürümüzü bildiririk. Orxan, ifaya vaxt qalıb, Elnara xanımın ifası ilə bitirək efirimizi. Vaxtımız qalmır ifaya. Bəli, o zaman Elnara xanımı dəvət edir səhnəyə və onun gözəl mahnısı ilə efirimizi yekunlaşdırırıq. Gələn görüşlərə dək deyirik. Sağ olun, salamat qalın, dəyərli izləyicilərimiz. Açın ovuçlar
qəşəng qızları, yaxın xınaları, siz narınların, üzərlik yandıraq, gəlməyin gözəl, bir gündə gələrik sevinclə sizə. Açın ovuçları, qəşəng qızlarım, yaxın xınaları, siz narınların, üzərlik yandıraq, gəlməyin gözəl, bir gündə gələrik sevinclə sizə. Firəngiz Rüstəmovanın rəhbərlik etdiyi Ailə Medikal Tibb Mərkəzinin və Sleep Baby bezlərinin sponsorluğu ilə Tanıyın, Tanıdın bizi proqramını izlədiniz.